Değerli izləyicilər, hər birinizin hər vaxt xeyir olsun. Sizləri Bərdə Maşın Bazarından salamlayırım. Maşınların qiymətləri ilə maraqlanıb sizləri tanış edəcəyik. Xəqani qardaş, xoş gördük sizi Bərdə Maşın Bazarında. Hoş gördük. Salam aleyküm. Nivan maşını gətirmişsiniz satmağa. Buradan bütün izləyicilərin hər birini salamlayıram. Məni tanıyan qardaşlarımız, bacılarımızı salamlayıram. Mən də salamlayıram. Sənə də uzun ömür, can sağlıq arzu edirəm. Çəkib göstərsən. Çox sağ ol qardaş. Dəyərlərən var. Yəni sənin çəkilişin vasitəsilə maşın alanlar var. Allah xeyir versin. Allah maşın satanlara da, alanlara da çox xeyir versin. Deməli, gözəl qardaşımız, maşınımızın ili 2012-dir. Bez detaldır. Kraska dəyən yeri var bəzi yerlərində, amma bez detaldır. Yəni maşın udar almayıbdır. Yaxın dostumun maşınıdır. Sənədi nədir bilmirsən? Sənədi texpasportdur mu yoxsa? Yox, qanunu hə. Etibarnamədir mi? Yox, texpasportdan öz adınadır. Texpasportdan öz adınadır. Maşında yəni heç bir problem yoxdur. Qiyməti də 9000-ə deyirik razılaşma yeri ilə. 2012-nin maşınıdır. Yaxın dostumun maşınıdır. Xeyriyyətçi bir oğlanın maşınıdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Nə qədər biz şəhid evləri, qazi evləri deymişiksə, orada 4 qapı gedir, 5 qapı gedir. Neçə dənə qapı olsun, elə bu Ayaz qardaşımız alır. Qapı işinə mi baxırlar, yoxsa qapıların ancaq alır? Yox, Rusiyada yaşayan qardaşdır. Oradan pulu göndərir ki, məsələn, o qazinin evinə 5 dənə qapı gedir, o mənlikdir. Yəni, bir evə yox, ümumiyyətcə biz neçə dənə ev deymişiksə, qapıları Ayaz qardaşımız alıbdır. Allah qazancına bərəkət versin. Bu da onun maşınıdır. Bugün mənim qonağımdır, Bərdədədir. Yanımızdadır, indi çəkilişə düşmək istəmir. Maşınımız nə qədər sürüldüyünü bilmirsən? Maşın 210 min gedib deyəsən. 210 min. Motorda Motorda vəziyyət necədir bilmirsən? Motor açılıb, yığılıb. Yox, açılmayıbdır. Əl dəyməyib motora. Yağ azaltması var görəsən? Yox. Motorxanada biraz yağ gördüm. Deyirəm, görüm hardansa yağ buraxmır ki. Bugün gələndə Zakataladan gəlibdirlər. Bugün gələndə oradan Salnikin dibindən yağ veribdir. Yağ vurubdur. İndi onu düzəltdirəcəyik. Yəni onu heylə sürəsi deyil. Korobka yaxşıdır mı görən? Yaxşıdır, normal. Dördü də elə biləm hazır vəziyyətdədir. İstədiyin vaxt vurursan. Dördü də çəkir. Uğultu, səs yoxdur diferlərdə. Heç bir kapli deyəsən yəni. Çünki gələndə özüm sürdüm. Ona görə bilirəm. Korobkası elə bir ki, belə deyək, elə bir avtomat korobkadır. Yəni çox rahat. Səsi küyü yoxdur ki, maşınımızın altında filan da. Yox. Təkərlər yaxşıdır elə biləm. Təkərlər normaldır. Navay qardaşım, bu qardaşımız özü yəni Rusiyada yaşayır. Bu maşın sürülməyib onda. Yəni bu maşın qarajda yatır. İnşallah alan adam da dua eləyər də. Yəni maşınımız yaxşı insana da qismət olar. Nətərdir, görünürsə elədir. Maşınımızın içi başı da ki normaldır. İşiti təmizdir, eləmi? Monitor quraşdırılır. Aynaları təmiz. Qırıq çatı yoxdur aynasında. Ön aynalar, daha doğrusu elə 2 dənə aynadır da, qalxıb yenən. Düymə iləndirlər. Düymə ilə işləyirlər. Kondisioner yoxdur bunda. Kondisioner yoxdur ki. Allah bilmir. Xəbərim yoxdur. Deyirəm, bəlkə qoyulub. Ayaz, kondisioner var mı bunda? Dəyamları qoy, soruşaq istəyirsən. Ayaz! Olmaz. Ayaz qardaş, kondisioner yoxdur. Ayaz qardaş, kondisioner. Yox, deyir kondisioneri yoxdur. Kondisioneri yoxdur. Maşınımız normal maşındır. 9000. Bəli. Endirimlə neçəyə düşəcək? Yəni, alan adam xeyriyyətçi adamdır. Bura bax, kasıma yardım eləyən adamdır bu. Yəqin ki, alana da yardım eləyər, aşağı verir. 8-dən başını bağlayar yəqin, hə? Valla nə deyim, indi o... Nömrə kimin verəsiniz indi? Nömrə mənə zəng eləsin. Öz nömrəni? Deyil, nömrəndir qardaş. 50 iləndir, 548, 33, 31. Yəni, tanınmış da nömrədir. Maşına baxmaq istəyən Zakatalaya getsin. Maşına baxmaq istəyən Zakatalaya. Sizlə əlaqə saxlayar, problemdir. Əlaqələndirərsiniz, gedib baxar maşına. Gedər Zakatalada baxar, alar, Allah xeyrin versin, alanın da, satanın da. Ümumiyyətcə, gözə görünməz Allah Taala bütün rol arxasında olan qardaşlarımızı, bacılarımızı qorusun. Amin inşallah.
xatadan, baladan uzaq olsunlar. Allah sənin də balanı saxlasın, qardaş. Sizinkilərlə Çəkib işlandırırsan, əziyyət çəkirsən. Və bu verilişə baxan qardaşlarımıza da, bacılarımıza da buradan bir dənə xahişim var. Orada kolxozun layiqi deyilən bir şey var da, yəni kolxozun layiqi nə qədər çox olsa, baxanlarımız da çox olar. Hərə bir cədəni layiq versin. Yəni o heç bir vəsait istəmir. Yəni pulsuz, təmənnasızdır o. Nə vay qardaşımız onu elə qoyubdur ki, ora o layiqi. O təmənnasızdır. Onu kim versə, versələr də, verməsələr də Allah can sağlığı versin. Əsas odur, baxırlar, bəsdir bizim üçün. Allah baxanların da canı sağ eləsin. Baxanların gözləri var olsun, canları sağ olsun. Əlbəttə ki, əlbəttə ki. Minnətdaram Xəqani qardaş. Öpürəm səni, var sağ ol olasın. Qardaşım, sağ ol. Allah bütün Azərbaycan xalqımızı qorusun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Veteranlarımıza can sağlığı versin. Qazilərimizə can sağlığı versin. Xeyirxah qürbətdə yaşayan Azərbaycanlılarımıza Allah qorusun. Xeyirxah qardaşlarımıza, bacılarımıza buradan uzun ömür can sağlığı arzu edirəm. Xeyirxahlıq eləmək lazımdır. Hangisisə bir kasıbın əlindən tutmaq lazımdır. Allah sizləri qorusun. Sağ ol qardaş. Çox sağ ol, Nəvar. Çox sağ ol. Öpürəm səni, var olasın. Qardaş, Allah bazarını versin. Çox sağ ol. 06 maşınını gətirmişsən satış üçün. Buyurun, məlumat verin, bilək necə maşındır? 85-dir, Zavodskoy maşındır. Bir dənə kraska deyibdir, 5000-ə deyirəm. 4-7 verirlər, vermirəm. Nə vaxtdan sizindir maşın? 4-5 ildir. İldir? Aformut yoxsa etibarnamə? Adım adı. Öz adınızda olan Bəli. maşındır. Allah yaxşı. Axırıncı dəfə mühərriki nə zaman yığdırdınız? Elə yığılmayıbdır, elə belə gəlir. Sizdən əvvəl yəqin yığılıb. Bəli, bəli. 85-dən indiyə qalmaz. Motor nədir bunda? 03. 03 mühərrik. Necədir indi? Qəşəng vəziyyətdə. Motorun yağaz atmasıdır, Xeyr. səsidir. Xeyr, heç zadı yoxdur. Olmasın. Karabkası necə? 4-dür. Atma, Xeyr, səs. heç zadı yoxdur. Yoxdur. Difer necə? Təzə. Dəyişdinizmi yoxsa necə? Yox, heç zad yoxdur. Səsi yaxşıdır. Bəli. Polda Çürük zadı heç zadı yoxdur, hamısı da yağlanıbdır. öz poldum yoxsa pol Bəli, dəyişilibdir? öz poludur. Tanqrat yerləri varmı? Hamısı təzədir. Peredokda necədir vəziyyət? Peredok yaxşıdır. Bir dənə təkərlər dəyişilməlidir. Səs-küyü yoxdur ki peredokun. Təkərlər dəyişsə daha yaxşı olar. Maşınımızın dəyişilənlərini də deyin də bizə. Bir dənə heç zad dəyişim, bir dənə kraska deyib. Qapı, kril, Heç kapı. zadı. 85-dən maşının özündə gələnlərdir Bəli, bunlar. bəli. Nə gözəl. Neçə il maşındır? 85, 40 ilə. Kosmetik şey yoxdur hazırda. Xeyr, bir dənə kraska vururlar. Vəssalam. Aynalarda vəziyyət necədir? Aynalar təzə. Çartdağı zadı heç zadı yoxdur. Ön aynasında iki yerində çırtdaq var balacana. Yəni dəyişmədən də sürmək olar. Yan aynalar əllə mi qalxır yoxsa düymədir? Əldə. Maşınınızın şitində balaca çat Bir dənə var. çartdağı var. Cüzdüdür. Oturacaqlarda vəziyyət necədir? Yaxşı. Əlavə edək ki, kimin sualı olsa yəqin ikisini əlaqə saxlaya bilər. Bəli, bəli. Nömrənizi deyə bilərsiniz? Maşına görə satırıq. Maşını almışıq, ona görə satırıq. Allah xeyrini Sağ versin. sağ ol. Nömrəni də de. 010 Aha. 722 19 19 Qiyməti də 48. 4800-ə deyirsiniz. Endirim Son. var. Elə son oldu. 4-7 verirlər, vermirəm. Hansı rayondadır? Füzulidə. Uğurlar arzu edirəm. Çox sağ ol. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Çox sağ ol. Maşınımız Mercedes çek klası eləmi? C klası. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? 98-in maşınıdır. 2-2 CDI-dir, mexanika. Moz, karovka, difil problemsizdir. Motor silinmiş yazılıbdır. Heç bir problemi yoxdur. Nə vaxtdan sizindir bu maşın? 2 ilə yaxındır. Aformut olunub yoxsa etibarnamə? Aformutdur. Öz adınız olan maşın. Hə, motor da silinmiş yazılıbdır. Allah, yaxşı. 11 Alandan, aldıqdan sonra xərc çəkmisiniz? xərc yox. Maşın elə yəni saz maşındır. Nə qədər Xərc sürmüşdü? 390 min yoxsa nə qədər? Pribor dəyişilib deyəsən. Pribor dəyişilibdir. Dörd gözün Dörd gözün qoyulubdur. qoyulub. Ha, yəqin ki düz Motor göstərməz. yenidir, yeni motor qoyulubdur. Motor da dəyişildi. Motor dəyişilib, silinmiş yazıb sənədlərdə. Əvvəlki motorundandır yoxsa fərqli motor qoyuldu? Əvvəlki motordur. Zavodskoy dizellə gəlibdir. 2-2-də dediniz. 2-2 CDI. Necədir hazırda mühərrikin vəziyyəti? Qəşəng, əla vəziyyətdə. Yağ azaltması, səsi. Yox, heç bir problem yoxdur. Maşını almaq istəyən istənilən yerdə yoxlada bilər. Təbii ki, biz ilk məlumatları çatdırmağa çalışırıq. Hə. Karabka, avtomat karabka.
Mexanikadır. Mexanikadır. 5-dir mənə. 5'dir 5. Necədir? Atması falan yoxdur səsi? Heç bir şey yoxdur. Heç bir problem yoxdur. Difer. Heç bir problem yoxdur. Difer də yaxşı. Altı necədir? Çürük, pas. Heç bir çürük pas yoxdur maşında. Vuruq, udaq, heç bir şey qətiyyən yoxdur. Olmasın. Peredokda səs-küy yoxdur. Yox, heç bir problem yoxdur maşının. Maşın ideal vəziyyətdədir. Təkərlərdəki normaldır. Qabaq təkərlər təzədir, arxalar biraz zəifdir. Zəiflik deyirsən. Dəyişilən deyirsiz yoxdur. Detallardan, kapot, kapot. Yox, heç bir problem yoxdur maşın. Kosmetik işi necə? Yoxdur, kosmetik Yəqin ki, əvvəl kraska vurulmuş olar da, ilinə görə. Kraskalanıbdır. Maşınımızın aynalarında, ön aynasında bir dənə çıt dağı var. Hə, bir Sədəf balaca. boyda. Bir Yan balaca. aynalar elə bilirəm təmizdir. Hə, hamısı. Önlər düymə ilə qalxır yoxsa əllə? Arxalar Önlər düymə əllə. iləndir, arxalar əllədir. Şitin üstü təmizdirmi? Təmizdir, çartı, heç bir şey yoxdur. Abifkaları var, hamısı qaydasındadır, təzədir, yenilənib. Parça salan olub da maşınımız. Parça salondur, bəli. Necədir vəziyyəti? Cırığı, söküyü yox? Yox, heç bir şey yoxdur. Hətta sükan da dəyişilib, dörd gözünki Hə, qoyulub. dörd gözündür, diskilər də şam, dörd gözün şam diskləridir. Maşınımızın deməli qiyməti neçədir? 11.800-ə deyirəm. Real alıcı gəlsə razılaşarıq. Kondisioner işləyir. Kondisioner buz kimi, peçidəki ot kimi vurur yəni. 11.000 təklif eləsələr vermək olmaz. Bütöv 11.000. Real alıcı gəlsə danışmaq olar. Əsas odur sizlə əlaqə saxlasınlar. Əlaqə saxlasın. Əlaqə nömrənizi deyə bilərsiniz? 050 339 82 54. Hansı rayondasınız? Füzuli rayonu. Uğurlar arzu edirəm qardaş. Çox sağ ol, Allah köməyiniz olsun. Siz də əziyyət çəkirsiniz. Minnətdaram, çox sağ olun. Siz də sağ olun, sağ olun. Əməoğlu Allah bazar versin. Sağ ol, Allah köməyin olsun. Qılçanızda olan problemə görə maşınınızdan düşə bilmirsiniz. Hə, sağ ol, Yəni izləyicilər də nəzərə alsın. Maşınımızın içərisində yəni deyilə bu vəziyyətdədir göstərək. Buyurun məlumat verin bilək bu 07-də maşınımız necə maşındır? 2011 bez detal, bez kraska. 2011-ci ilin maşını. 2011. Nə vaxtdan sizdədir maşın? Çildir. Aform olunub yoxsa etibarnamədir? Etibarnamədir. İkincisini aldınız mı? Ha, ikinci. Sənədlər qaydasında? Hamısı qaydasında. Alandan sonra xərciniz nə oldu Heç maşınınıza? nə xərcim olmuyor. Yəni necə almısınız o vəziyyətdədir? Ha, necə vəziyyətdədir. Şimdi mühərrikinə də mi baxdırmadınız görək necədir yəni mühərrik? Yox, qonşu adamdan almışam da. Necə? Qonşu adamdan almışam. Qonşudan almısınız. Nə vaxt yığdırdığını bilirsiniz? Yığılmıyor maşın. Motor yığılmıyor. Yox, motor. Yağızlatması nə qədərdir? Heç nə qramda. Kapı. Motoru yaxşıdır. Ha, Səsi də yaxşıdır motorun. Səsi hər bir şey. Normal. Korobkası necə? Saat kimi. Atma, səs. Heç nə. Difirdə, karabkada. Difirdə səs yoxdur. Damcı da səs yox. Altı necədir? Polundan. Çiçək kimi üstünə. Zədəsi olub yoxsa heç Yox, olmuyor? yox, heç olmuyor. Udar. Danqrat yerləri salama. Hamısı nəyə var? Peredokda səs-küy necə? Heç nə yox. Peredokda təmizdir deyir qardaşımız. Təkərləri də ki yaxşıdırmı təkərlər? Aha, təkərlər. Təkərlər də yaxşı. Kapımın təkəri. Maşınımızın dəyişilənlərini deyim bizə. Heç nə. Hamısı zavoddan Hamısı gələndir. zavoddur. Qapı, krel, kapot. Hamısı nə var zavoddur şimdi. Hə, nə gözəl. Kraska vuruldu. Oradan buradan bekara. Zavod kraskası var. Ha, nə var zavodda. Kosmetik şey elə bilirəm yoxdur. Ha, yox. Aynaları yaxşıdır. Hər bir şey. Nə Aynaları- var sözün. Ha, yox, ön aynasında çat var. Deyirsən yaxşıdır ha. Ha, da çatı o heç. Ha. Eləmi? Hə. Ha. Əllə mi qalxır yan aynalar? Ha. Hamısı yəni Ha. işləyirlər. Şiti bayaq göstərdim, yaxşıdır. Oturacaqlarda yoxdur cırıq sökük. Yox, heç bir şey. Bahalı səs sistemi yoxdur. Yox, heç nə yoxdur. Nə var zavoddur burada. Əlavə edək ki, kimin sualı olsa yəqin sizinlə əlaqə saxlaya bilər. Ha. Telefon nömrənizi deyə bilərsiniz? 051 711 72 44 Maşınımızın qiyməti 9500. 9500-ə deyirsiniz. Bütöv 9000-ə verək. Yox, 9000. O qiymətə istəmirsiniz verəsiniz. 9300-ə. Hansı rayondadır? Beyləqan. Uğurlar arzu eləyirəm. Çox sağ ol. Təşəkkür Siz də sağ olun. Qardaş, Allah bazarınızı Allah versin. çox sağ ol qardaş. 06 maşındır, satırsınız. Bəli. Buyurun, məlumat verin bilək, necə maşındır? Maşın ya problemi yoxdur. Kraskadan təzə çıxartmışam. Motor karovkada problemi yoxdur. Bir dənə difirində cüzi səsi var. İl neçədir? İli 94-dür. Motor bez nömrüdür. Silinmişdi yəni. Sənəddə də qeyd olunub. Nə vaxtdan sizdədir maşın? 5 ildir məndədir. 5 il. Bəli, 5 il. Sənəd, texnik pasport kimin Hamısı öz adına? adımadır. Ha, nə gözəl. İndi də satıb daha yaxşısını almaq istəyirsən. Problemlər var, onun üçün satıram. Maşın almaq fikrim yoxdur. İnşallah yaxşılıqla həll Çox olunar sağ ol, çox sağ ol problemlər. qardaş. Siz kraskalatdınız. Bəli, özüm kraskalatmışam. Motoru nədir bunun? Motor 03-dür.
Necədir motorun vəziyyəti? Motor superdir. Yəni Nə vaxt yığdırdın? 3-4 ay olar. Motorda Bəli, yığdırmısan. bəli. Karovkasında alıb 5 qoyum. Yəni yığılıb, yəni 5. İndi yağ azaltma yoxdur ki? Heç nəyə yoxdur, yox. Səsi yaxşıdır motorun. Superdir, yəni Karovka nədir? 5-dir, 5. Atma, səs, Heç nəyə yox. diferdə səs, Diferdə cüzi səs var, yəni sürəndə itir o da. hansı sürət aralığıdır? Belə 70-də, 60-da, 80-da beləsə səs var, yəni 100-ə qalxan kimi itir yəni. Hələ ki az dəymək lazım deyil, hə? Yox, 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 ehtiyac yox. Polda çürük par. Heç nəyə yox. Dəyişilib yoxsa öz poldur? Öz poludur. Danqırat yerləri var. Var, 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 hamısı var. Danqırat yerlərini dəyişdirmişəm. Dəyişdirmisən, Bəli. nə gözəl. Öndə peredokta səs-küy Heç necə? nəyə yoxdur. Təkərlər amma yox Normaldır, vəziyyətindədir. təkərlər dəyişilməlidir, yəni Normal deməyək də. Hətta normal deməyək, dəyişilməlidir. Hə. Maşınımızın dəyişiləndə hansılar? Dəyişilən heç nəyə dəyişdirməmişəm mən, alandan belə sürürəm. Yəni nə Yəqin ki dəyişilər, nə? Olar da dəyişilən çox. Neçə ilin maşındır? 30 il, 31 ilin maşındır. Elədir, hə. Kraskanda deyirsiz təzə vurdurmusunuz. Kraskanı 1 aydır çıxartmışam. Aha. Ön alın şüşəsindəki çatlayıbdı Bəli, sərnişin çatı var, tərəfdən. Maşınımızın şitinin üstündə də çatlar var. Bəli, bəli. Var. Oturacaqlara çol çəkilibdi. Hə, çəkilib var. Belə də maşınımız indi əsas qiymətidir. Qiymətində biləcəyik ki, maşınımız necə maşındır. Yəni qiyməti 3000-ə deyirəm. 3-ə deyirsən? Bəli, bəli. Real alıcı olsa, yəni 2500, 2600. yox, yox, 2800 verən olsa verərəm. Eləmi? Sənədlər də yaxşıdır, mı? Hamısı Qaydasındadır. qaydasındadır. Sizlə necə əlaqə saxlaya bilərlər? Nömrəmi yəni 050 700 51 17. Hansı rayondasınız? Zərdab rayonundan. Uğurlar arzu edirəm Çox sağ ol qardaş. qardaş. Siz də sağ olun. Aparaturasından da yəni belə normaldır da, yəni səs sistemi zadı. Qardaş, xoş gördük sizi Bərdə maşın bazarında. Xoşunuz olsun. Gətirmisiniz maşınınızı satmağa. Bəli, bəli. Buyurun, məlumat vereyim, bilək necə 2007 maşındır? bezdetaldır. Hər bir şey əla vəziyyətdədir. 2007-nin maşını. Bəli, bəli, bəli. Nə vaxtdan sizdədir maşın? 2 il. Aformut olundu və etibarnamədir yoxsa? Bəli, bəli. Hamısı öz adımızdadır. 2007-ci ilin Öz adınızda olan maşın. Bəli, bəli, Nə bəli. gözəl. Yəni alıb satan deyil, yəni öz maşınımızdır. Biz satırıq xeyir iş üçün Allah qoysun. İstəyən İnşallah. Lap gözəl. Təki pullar xeyir işlərə xərclənsin. Təşəkkür qardaş. edirəm. Çox sağ olun, var olun. Ehtiyacdan satmayasınız maşınınızı. Təşəkkür edirəm. Maşını alandan sonra xərciniz çıxdımı maşınıza? Bu elə maşındır ki, heç buna xərc var. Vallahi xərcli maşın yola. Oturdu sür, cavan içində. Dolu maşındır yəni. Motor 06-dır. Bəli, bəli, bəli. Necədir motorun vəziyyəti? İdeal. Motor, kafka, most, difer, hamısı əla. Səs-küy yoxdur obşi, karoçi. Yığılmayıb ki mühərrik, bilmədiniz. Xeyr, xeyr, xeyr. Yağ azaltma, səs. Heç nəyə yoxdur. Deyir qardaşımız. Karobkada vəziyyət. Super vəziyyət. Atması zadı yoxdur. 5 karovkadır. Bərk də gedir. Bərkdə gedir. Bəli, bəli, bəli. Diferdə səs yox idi. Xeyr, heç bir şey yoxdur. Pol necədir? Necə? Polo. Əla, Çürüyüb, super. pası. Çürük pas olmuyor. Xeyr, xeyr. Olmazsın. Əziyyət lazım ancaq daha qalan sevinər. Peredokda səs-küy yoxdur. İdeal vəziyyətdədir. Super. İlinə görə çox yaxşı qalır. Təkərlər də yaxşıdırmı? Bəli, bəli, bəli. Dəyişilənlərini də deyin. Dəyişən detal yoxdur, bez detaldır. Aa, nə gözəl. Gözəl Kraska- gözəl. Ustada yoxladı bura. Kraska dayan yeri var da, yəni məndən yaşıddır. Zavod kraskası qalıb. Harda? Uzbor kraskalanıb. Var, Beliz adı misal üçün öz kraskası, amma belə kraskalanan yerləri var. Kosmetik işi yoxdur hazırda elə bilirəm. Hal-hazırda yox. Ön alın şüşəsində 2 yerində sədəf boyda çıxdağı var. Yan şüşələr təmizdir elə bilirəm, eləmi? Bəli, bəli. Əllə mi qalxır yan şüşələr? Bəli. Şitin üstü bağlıdır. Altından xəbərimiz yoxdur. Altı gül kimi. Elə partlamamaq üçün onu qoymuşuq ora ki, gün vurub məhv eləmir. Aha, oturacaqlar da elə bilirəm yaxşıdır. İdeal vəziyyət. İdeal vəziyyət, salonu qəşəng vəziyyətdədir. Əlavədəki məlumat almaq istəyən sizinlə əlaqə saxlaya bilərmi? Bəli, bəli. qardaşım, 050 428 61 90. Yaxşı denə qoy. 050 428 61 90. Hansı rayondasınız? Ağdam rayonu. Uzanlı qəsəbəsi. Uğurlar arzu edirəm. Təşəkkür qardaş. edirəm. Çox sağ olun, var olun. Siz də sağ Neyli olun. döyən olsa gəlsin, yəni maşın çox ideal vəziyyətdədir. Qiymətini dedik də. Dedik bəli, Bəli. 6500-ə təklif eləyirik. 6500. Yəni o qiymət Hə, qardaşım, belə hə, bir var. maşın çətin məsələdir. 6000-dən vermək olar. Reallaşsaq bəlkəmdən aşağı yuxarı 6000 biraz çox azdır, yəni belə bir maşına. Əsas Reallaşmaq o olar. danışsınlar, əlaqə saxlasınlar, Bəli, gəlsinlər, bəli, bəli. baxsınlar. Onlarla əlaqə saxlasınlar, reallaşaq aşağı yuxarı. Uğurlar arzu edirəm qardaş. Sağ ol qardaş. Çox Siz sağ də ol. Allah razı olsun. Sağ olun. Belə vəziyyətdə mən Bu hamı görsün ki, bax Azərbaycanda belə bez kraska, bez detal 07-lər var. Qardaş Allah xeyir versin. Sağ ol.
Renault Megane. Scanning. Renault Megane Scanning. Ha, buyurun, məlumat verin bilək necə maşındır? Maşın ideal vəziyyətdədir. Heç bir problemi yoxdur. Yəni 1.5 motor dizeldir. 7 ildir özümdədir. İdeal vəziyyətdədir. İl 2009. Bütün rasxodlara ödənilibdir. İldə 2009-dur. 5 ildir sizdə yoxsa 7 il. 7 il? 7 il maşallah olsun. Yaxşı maşındır ki, çox işlətmisiniz. Hə, çoxdan gələn xaricdən gələndən məndədir. Ha, yəqin ki, ikinci sahibi sizdən. Hə də xaricdən gələndən sonra birinci sahibi burada mən Xaricdə, olmuşam. hə, Azərbaycanda birinci sahibi. Lap yaxşı. Xərcləriniz nə oldu? Alandan sonra nə düzəltdirmisiniz maşınınıza? Alandan sonra periodok yığdırmışam. Rezinlər dəyişilib ha? Nəyi dəyişib? Rezinləri mi deyirəm dəyişilib? Altında olan. Hə, rezinlərdir, qranatlar dəyişmişəm. Feredo fasonlusunu dəyişmişəm, çaşqabı, maxavikini dəyişmişəm. Hə. Motor da 1.5 1.5 dizel. dizeldir. Motorunu əl gəzdirmədiniz. Motoruna bir dənə kolçaklad şeylətdirmişəm. Maşınınız da 388 min sürülüb. Kilometrdir də yəqin ki, hə? Yağ azaltması, səsi, Heç bir şey yox. Harada sillər yoxlatdıra bilərlər. motor yaxşıdır. Aha. Səsi yaxşı gəlirmi motorumuzun? Bir də normal maşındır da. Dizel olduğuna deyirəm. Hə, yəni Bizim yanacaq biraz yaxşı olmur deyə. Yox, buna elə bir qatqılardan da tökürəm. Ona görə effektli deyə yaxşıdır. Kondisioner də işləyirmi? Hər şey işlək vəziyyətdə. Korobkası İdeal vəziyyət. avtomatdır, Mexanik. mexanika. 5-dim, 6-dım önə. Altıdır. 6 önə. Problemi yoxdur. Ön çəkir. Bəli. Pedokda səs-küy yoxdur. Heç bir səs-küy yox. Bax, yaxşı. Təkərlər normaldır. Yaxşıdırmı təkərlər? Yeni təkərləri təzədir. Altı necədir Polo? Altında sepə yoxdur da, yəni. Altı biraz alçaq deyirəm nəsə. Yox, Zədələnə falan yox, olar. yox, mümkündür. Vuruğu yox. Dəyişilən nəsə varmı? Dəyişən heç bir şey yox. Kaput, Peredokdan kaput. başqa. Yox, heç bir şey dəyişmir. Salam, salam Vüsal qardaş, nə tərsiz? Sağ ol, Allah köməyiniz olsun. Vüsal Fəxri qardaşımız. Kraska vuruldu. Kraska bir dənə sol arxa kurlonun ucundadır burasında. Vuruğu mu oldu yoxsa nədən oldu? Sürtübmüşəm, darvazadan içəri girəndə sürtmüşəm. Aha, digər yerləri öz kraskası. Hamısı da öz kraskası. Hazırda da elə bilirəm kosmetik şey yoxdur. Ehtiyac yox. Aynalar təmizdirmi? Yoxdur, qırıq çat heç bir. Yüngül var, bir dənə çatı var. Ön alın şüşəsində sərnişin tərəfdən çatı var. Yəqin ki, onda heç nə deməzlər. Şitin üstünə çuxol qoymuşuq. Altında zədə yoxdur. Heç bir şey yox. Hər şey qaydasında. Oturacaqlar parça salondur. Çuxoldu yoxsa özününkilər? Özünün zavası qoydu, çuxollar bagajdadır. Aha. Bir-iki yerində nöqtələr görürəm, ona görə dedim. Kondisioner deyirik ki, yaxşı işləyir, ha? Yanacaq sərfiyyatında deyin də bizə. 100-ə harcada şəhərçi yandırır 6-6,5. Aynalar düymə ilə qalxır, Aha. işləyirlər Mərkəzi yəqin. qapanma, işıq sensoru, yağış sensoru, park radarlar. Əlavə də ki, kimin sualı olsa sizlə əlaqə saxlaya bilərmi? Telefon nömrənizi xatırladın. 055 442 49 05 Hansı rayondasınız? Gəncə. Qiymət neçə idi? Qiymət 7500-ə deyirəm. 7-5-ə deyirsiniz. Bütöv 7 sayan olsa, Razılaşaraq bir tənə indi baxarıq indi. əsas odur sizlə əlaqə saxlasınlar. Uğurlar qardaşım. Sağ ol. Siz də sağ olun. Qardaş, Allah bazar versin. Sağ ol. Maşınımız Chevrolet Aveo. Bəli, bəli. Buyurun, məlumat verin. Bilək necə maşındır maşınımız? Maşın 2011-dir, zavoddur. İli 2011. Bəli, bəli. Sizdə nə vaxtdandır? Harasa bir 6-7 ay olar. Aformut etibarnamə. Yox, etibarnəmədir. Sənədlər necə? Hamısı qaydasındadır. Texmos sotası da olmur. Siz alandan sonra xərc çəkmisiniz maşınımıza? Yox, elə bir vəziyyətdə olmuşum. Baxdırmadınız. Motor nədir? 1-2-dir. 104 litr yandır. 1.2. Bəli, bəli. Nə gözəl motor. Benzindir. Benzin bəli. Motoru yaxşıdır. Yaxşıdır. Nə qədər sürülübdür maşınımız? 416 min. 416 min. Az yandır ki, maşın çox sürülüb, eləmi? Orijinal proyekt olaraq. 104 litr yandır da. 104 litr. Kondisioner işləyir. Yox, kondisionerin 100 manat xərci var. Onu da puldan çıxarıram ki, məsələn. Motor yaxşıdır deyirsən. Motoru yaxşıdır. Yığıldı motoru. Yığılıbdırmı? Açılıb yığılıb motor. Yox, yox, yığılmır, zavod qoyur. Əl dəyməyib deyir. Maşının ümumiyyətcə əl dəymir. Bir dənə çöldən çölə kraska deyil. Korobka mexanikadır. Bəli, bəli, 5 kraska. Atması, səsi. Yox, heç nə yox. Peredok necə? Peredok da yaxşıdır. Maşın bir qeyf xərclənmir. Bir dənə kondisioner düzəlməlidir, 100 manat xərci var. Ona kimi satsan puldan çıxarıram. Qranatlar yaxşıdır. Hamısı yaxşıdır, Peredokda da yox. Təkərlər necə? Təkərlər də normalda yarış Normaldır, var. işlətmək olar hələ ki. Disklər elə biləm dəyişilib də. Hə, üstündə bahalı disklər var. Altı necədir? Polo. Altda çiçək kimi var, qədər dəymir. Zədəsi yoxdur ki. Yox, yox, heç nə yox.
Olmasın. Dəyişilən nə var? Dəyişəni yoxdur zavod. Kraska vurulub, Hə, bir dənə sözün sonra kraska deyil. tam kraskalanıb. Bəli. Kosmetik şey yoxdur ki hazırda. Yox, demirəm təzə kosmetika çıxıb. Təzə çıxıb kraskadan. Ha. Maşınımızın aynaları təmizdirmi? Yoxdur Hamısı ki qırığı təmiz. çat heç Yox, yox, bir. heç nə yox. Şitin üstü necə? Hamısı səkimdir. Döşəkə qoyduğun yerin altı təmizdir. Hə, təmizdir. Oturacaqlar yaxşıdır. Hə, zavodskoy üstəcələn çıxırlar. Ön aynalar düymə ilə qalxır, arxa Bəli, aynalar bəli, pazim. pultu dolar da bunların. Pult da var. Aha. Qapılar hamısı pult sistemidir. Maşınımız Bagajda belə da normallı pul maşındır. Dolu maşındır. Qiyməti neçədir? Qiymət 8-ə deyirəm, ondan sonra razılaşırıq. 8-ə deyirsən, Hə. 7400, 7500 təklifi gəlsə nə Yox, deyir? yox. O qiyməti verməyəsən. Amma indirim var. Harası bir 7-8-ə verir. Hara gəlsinlər baxmaq üçün? Maşın tərtərdədir. Necə əlaqə saxlaya bilərlər? Nömrə yenə də. Deyə bilərsənmi nə? 050 501 60 22. Uğurlar arzu edirəm. Sağ ol. Siz də sağ olun. Ört orası. Ört. Qardaş, Allah xeyir versin. Sağ ol. Maşınınızı satırsınız. 012. Ha, bəli, bəli. Buyur, məlumat ver bilək, necə maşındır maşınınız? Qəşəng maşındır, çapılmayıb. Yəni motor, karovka ideal. Motor 16 klapan Prioradır. Maşınımızın ili neçədir? 2004 ili. Sizdə nə vaxtdandır? Bizə 3-4 aydır. Sənəd nədir? Kraska dəymik motorxanasına dadıram. Sənədi aformutdur yoxsa etibarnamədir? Aformutdur. Qardaş deyir etibarnamədir axı. Hə, maşınımızın deməli motoru deyirsən nətərdir? Priorad 16 klapan. Necədir motorun vəziyyəti? Əla vəziyyətdədir. Yağ azaltması çoxdur. Yo, yo. Açılıb yığılıb, Yo, yo, əl dəymik motora. motor əl dəyməyib deyirsən. Karabkası necədir? Karovkası əla super. Atması, səsi Yo, yo, xeyr. Yox. yoxdur. Peredokda vəziyyət necədir? Onlar hamısı superdir. Səsi küyü yoxdur. Yo, yo, Qranatlarda. Yo, yo, yoxdur. Təkərlər yaxşıdır, normaldır təkərlər. Normaldır, normal təkərir. Altında vəziyyət necədir? Əladır. Yəni belə Çürüyür, problemi pası yoxdur ki. Yo, yo, çürük yoxdur hətta. Maşınımızın dəyişilənləri nədir? Qapı, krel, kapot. Yo, zavod Heç dəyişən biri yox. dəyişilməyib. Yox, xeyr, xeyr. Kraska vurulub. Maşınımıza kraska dəyib. Bəli, Kraskalanıb. bəli. Elə biləm laklarından solan yerləri var. Maşınımızın bozaran yeri Hə, var. bəli, var biraz. Yenə də kraskalansa daha qəşəng görsənir. Bəli. Aynalar necədir? Aynalarına baxaq. Aynalar da normaldır. Ayna normaldır. Qırıq çatı yoxdur ki. Biraz var əyində. Hansındadır? Ənc tərəfdə var, Nol biraz. şüşəsində, sərnişin tərəfdədir. O da Bəli, kənar bəli. hissəsindədir. Bəli. Vacib deyil məncə dəyişmək. Şitin ortasından da bir dənə çat gedir. Bəli, var. Hə. Oturacaqlar necədir? Çuxollanıb oturacaqlar deyəsən. Normaldır çollar. ya. Çuxolları cırılıbdır, yoxsa nə Hə, olubdur? biraz var. Söküntülər var. Aynalar əlləmi, düymə ilə mi qalxır? Düymə ilə qalxır aynalar. Önlər dördü də. Yox, qabaq iki tərəf qalxır döndərlə. Əlavə də ki, kimin nə sualı olsa sizinlə əlaqə Bəli. saxlaya bilər. Telefon nömrəni deyirsən. 051 Aha. 376 67 59. Maşınımızın qiyməti 6 deyirik. 6000-ə deyirsiniz, 5500-ə də verəkmi getsin? Yox, hə. Hə, Aha, 5 qardaşlar Allah xeyir versin deyir. Hamısı deyir Allah xeyir versin. Bəli. Hə, maşınımızı da verdik, getdi. Hara gəlsinlər baxmaq üçün maşınımıza? Tərtər oyunu İsmail kəndi. Kəndin özünə gəlsə gəlib bir qonaqlıq da verəsən. Hə, bəli. Olarmı? Olar, olar. Uğurlar arzu eləyirəm. Çox sağ olun. Sağ olun.